Salam, hər vaxtınız xeyir olsun, hörmətli Əmlak TV izləyicilərimiz. Bugün Biləcəri qəsəbəsinin yaxşı bir yerində, DSK yolundan 50-60 metr məsafədə, yəni marşrutlar 92, 170, 91 nömrəli marşrutlardan 50-60 metr məsafədə, şəxsi özünə tikilmiş, 2 mərtəbə, 6 otaqdan, 2 mətbəx, 2 sanuzildən ibarət bir evimiz satışa çıxıb. Bu evi sizə təqdim etmək istəyirəm. Buyurub baxa bilərsiniz. Deməli, bura darvazadır. Darvazadan daxil oluruq evin həyətinə. Ev bir daha təkrar öz şəxsi tikilidir, yəni özünə tikilmiş evdir. Trap da var gördüyünüz kimi. Və bu uzun trapdır və bura qədər gəlir. Həyət hardasa bir sotdur, yəni ümumi 2 sotda inşa edilmişdir. 100 kvadratda oturduğu sahə evin 100 kvadratdır. İkinci mərtəbədə 100 kvadratdır, ümumi 200 kvadratda inşa edilmiş evdir, bir sotda həyəti qalıb. Deməli, evin sol tərəfindən arxa tərəfə keçid var. Buyurun, baxın, haradasa 1 metr məsafə var burada. Bir daha təkrar trapı göstərirəm. Evin hər iki tərəfdən, yəni birinci mərtəbə hər iki tərəfdən giriş var. Buradan zala girişdir, buradan isə mətbəxə və içəridə yəni hər bir otaqlara giriş var. Hal-hazırda daxil oluruq mətbəxdən İçəri daxil olmamışdan qabaq kombi aparatını göstərim sizə. Burada yerləşir. Daxil oluruq burada mətbəxə. Bir daha təkrar edirəm. 2 girişi var birinci mərtəbənin. Mətbəx hardasa təxminən 20 kvadrata yaxındır. Mətbəx mebeli satışdan sonra qalacaq. Döşəmə hissə bütün otaqlarda istifoldan ibarətdir. İstifolun bütün seti burada yerləşir, bura yığılıb. Evdə bütün əşyalar qalacaq, bircə elektronikadan başqa, yəni televizor, xaladı, elektrikdən başqa bütün hər şey qalacaq. Buradan daxil oluruq dəhlizə. Dəhlizdən daxil oluruq qonaq otağına. Bəyək göstərdiyim kimi giriş qapısı bax buradan da var, bu hissədən də var. Döşəmə hissəsi bir daha təkrar istifoldan ibarətdir. Otaqda gördüyünüz kimi əşyalar qalacaq, divandır, stol stullardır. Evin böyür tərəfində də 1 metr məsafə var, keçid var buradan. Kondisionerdən başqa hər şey qalacaq. Daxil oluruq. Burada dəhlizdən bu hissədə gördüyünüz kimi əlavə əşyaların yığılması üçün bir balaca otaqdır. Pilləkənin altında monolit tikilmiş evdir. Dəhlizdən daxil oluruq yataq otaqlarının birinə. Evin böyür tərəfindən 1 metr bir daha təkrar məsafə var. Havalandırmaya uyğun. Əşyalar qalacaq. Yəni, ən bahalı əşyalar ikinci mərtəbədə yerləşir. Və aşağıda yerləşən birinci mərtəbə ikinci yataq otağına daxil oluruq. Bir sözlə, ev 6 otaqdan ibarətdir. Aşağıda bir zal, sanitar qovşaq, mətbəx və 2 yataq otağı, genişli dəhlizi və birinci mərtəbənin sanitar qovşağına baxış keçidilir. Buyurun, baxın. Gördüyünüz kimi tam təmirlidir. İstipoldan ibarətdir. Ümumiyyətlə birinci mərtəbənin döşəmə hissəsi hamısı istipoldur. Zaldan çıxırıq həyətə. Evdə Wi-Fi da fəaliyyət göstərir. Daha doğrusu asarla bağlanıb deyən, üzr istəyirəm, hörmətli izləyicilərimiz. Asarla sol tərəfdən bağlanıb, gəldiyimiz mətbəx yolundan çıxırıq. Qalxırıq buradan ikinci mərtəbəyə. İkinci mərtəbənin pilləkənləri 2 hissədən ibarətdir. Buradan daxil olur ikinci mərtəbənin dəhlizinə. Ev tam təmirlidir. Dəhlizdən daxil oluruq qonaq otağına. Qonaq otağı hardasa 7 metr yarımın 4 metr 50-yədir. Təxminən 32-33 kvadratdan ibarətdir. Lüstrə qədər evdə qalacaq. Gördüyünüz kimi bahalı mebellər, stol stullar, divan, yəni divanın üstünə çıxıl, örtülüb çox bahalı divandır. Stol stullara uyğun divandır. Bir də bu komod qalacaq. Bir sözlə elektronikadan başqa evdə hər şey qalır. Balaca bir burada əlavə stol, balaca stol da var.
jurnal stolu. Bu mebeldə qalır. Televizor altıda qalır, lakin televizor götürüləcək. Çıxırıq dəhlizə. Giriş qapısının sağ tərəfində yerləşən mətbəxə daxil oluruq. Gördüyünüz kimi mətbəx də təmirlidir. Bu bahalı mətbəx mebeli qalacaq. Elektronikadan başqa hamısı qalacaq. Buradan eyvana çıxış da var. Heyət buradan rahat görünür. 200 kvadratdan ibarət evdir. Çıxırıq dəhlizə, daxil oluruq. İkinci mərtəbədə yerləşən bir yataq otağının birinə. Gördüyünüz kimi çox bahalı mebellərdir. Mebellər qalır. Bax, bu taxt da qalacaq. Gördüyünüz kimi bahalı taxtdır. Və bu şpaner də qalır. Bahalı şpanerdir. Lüstrə qədər qalır hamısı. Uşaq üçün kravat var. O da qalacaq. Çıxırıq dəhlizə və daxil oluruq ikinci yataq otağına. Yəni zaldan əlavə ikinci yataq otağına. İki pəncərəsi var. Biri evin böyür tərəfinə baxır. Bir də işıqlandırma üçün əlavə olaraq burada fortuçka da var. Bax, bu gördüyünüz kimi bu komod da qalacaq satışdan sonra. Bahalı komoddur. Və ikinci mərtəbədə yerləşən sanitar qovşağa baxış keçiririk. Bunun baxın. Sanitar qovşaq da tam təmirlidir. İstipoldan ibarətdir. Hörmətli izləyicilər, bir daha təkrar edirəm. Ev yerləşir DSK yolunun yaxşı bir yerində. Qəbələ marketinin arxasında. Ev tam təmirlidir. Özünə şəxsi tikilmiş evdir. 2 mərtəbə, 6 otaqdan ibarətdir. 2 sanitar qovşaq, 2 mətbəxdən ibarətdir. Bir sözlə 2 ailəyə tam yararlı bir evdir. Bu evin ilkin qiyməti 143 min manatdır. Real alıcıya endirim olacaq. Yəni əşyalarla bir yerdə 143 min manatdır. Xahiş edirəm Əmlak TV kanalına abunə olun, videolarımızı bəyənin, paylaşın ki, gələcəkdə yeni çıxmış evlərlə sizi tanış edə bilim. Əlaqə nömrəsi 055 511 0502. Çox sağ olun, təşəkkürlər bizə görə.